Həzrət Zəhra salamullah aleyhanın şəhadətin isbatında danışırıq və bu neçə gecədə o sözlər, şübhələr ki, Vəhhabilər tərəfindən, Sələfilər tərəfindən, müxaliflər tərəfindən olunur, onlara cavab veririk. Artıq bu neçə gecədə bir çox şübhələri cavablandırıb rədd etmişik. Bir şübhəyə cavab verək, ondan sonra zikri müsibət olsun. O elə bir şübhədir ki, ola bilsin siz qardaşları bu düşündürür ki, nə üçün bundan neçə gecədir danışılmır? Əsas şübhələrdən biridir. Mən saxlamışdım bu gecəyə. O bundan ibarətdir ki, Vəhhabilər, Sələfilər deyirlər ki, əgər Həzrət Zəhra salamullah aleyhanın evinə hücum olunubsa, Həzrət Zəhra salamullaha zülm olunubsa, bu şiələr, bu acı hadisələri düz deyirlərsə, nə üçün Həzrəti Əli əleyhissalam sakit oturub, müdafiə etməyibdi, qılıncı əl atmayıbdı? Bu şübhədir və insanlarda şək yaradır. Həzrət Zəhranın şəhadətində və bu hadisələrdə insanlarda şək şübhə yaradır. İlk baxışdan, çünki insanların hisslərini oyadırlar. Bir kişi, o da Həzrəti Əli ola, gəlib onun xanımın döyərlər, zülm eləyərlər və s. Bu da heç bir şey eləməyə. Sən Allah, bu düzdür, belə şey ola bilər. İlk baxışdan, çünki hissiyata qapandırırlar insanları, cavab mənfidir, əlbəttə belə şey ola bilməz. Həzrəti Əli kimi qeyrətli kişi, şücaətli insan, Fatih-i Xeybər, gəlib belə bir kişinin xanımına kim əl qaldıra bilər? Bu məşhur şübhədir, şək yaradırlar və nəticə də bu olur ki, şiələrin dedikləri ki, gəldilər, qapını yandırdılar, Həzrət Zəhraya zülm oldu, Həzrət Zəhra bu zülmün nəticəsində şəhid oldu, bu yalandır. Şübhə bundan ibarətdir. Həzrət Əli Fatih Xeybərdir. Necə sakit qala bilər? Şiəyə bu iddiamı vururlar ki, siz Həzrət Əliyə qarşı hörmətsizlik edirsiniz. Buna sözü danışırsınız. Hər kişinin namusu onun qırmızı xəttidir. Həzrət Əli nəinki Həzrət Zəhradan, bütün məzlumlardan himayə eləyibdi, bütün məzlumlara yar, yavər olubdu. O ki, qala öz xanımı Həzrət Zəhra kimi varlıq, Peyğəmbərin cigər parəsi ola. O da sakit qala. Nə üçün öz həyat yoldaşım qorumadı? Dünən xutbənin əvvəlində dedim, savadsız, səviyyəsiz və yüngül sözlərdir bunlar, əsassız sözlərdir. Müşahidə edirsiniz, görürsünüz ki, bu sözlər emosiyadan doğan sözlər, ara sözləridir, adi sözlərdir, savadlı sözlər deyil. Deyirlər, əgər belə bir hücum olubsa, nə üçün Əli müdafiə eləmədi? Məgər Əli Allahın şiri deyirdi, Əsədullahul qalib. Əli, Fatih Xeybər, bir Əli ilə siz deyirsiniz, Xeybərin qapısını qopardıb.
Xeybəri fəth eləyibdi. Necə indi dözə bilir ki, gəlib evinin qapısını yandırsınlar, xanımın döysünlər? Yalandır. Şübhə haqqında bəs qədər danışdı. Cavabı mən qısa deyirəm, əvvəl icmali cavab veririk, sonra bəzi məsələləri işarə edib xütbəni yekunlaşdıracağam. Qısa budur ki, Həzrəti Mövla iki səbəbə, iki dəlilə xatir bu hücum edənlərə qarşı savaşmadı. Onları buraxdı. Mübarizə aparmadı. Birincisi Peyğəmbərin vəsiyyəti idi. Allah Rəsulü buyurdu, Əleykə bis sabr, əla ma yənzilu bikə və biha. Səni səbirli olmağa çağırıram. Səbirli olmağı sənə tapşırıram ki, məndən sonra sənə qarşı və Fatimiyə qarşı olanlara gərək səbr edəsən, dözəsən. Hətta təqdəmu əleyyə. Birinci səbəb ki, Həzrət susdu, mübarizə aparmadı, səbr etdi. Bu səbr etmək Peyğəmbərin əmri idi. Peyğəmbərin vəsiyyəti idi ki, ya Əli, məndən sonra bu cür fitnələr olacaq, sənə qarşı, qızıma qarşı zülümlər olacaq, vəzifən səbr etməkdir, dözməkdir. Bu bir. İkinci dəlil budur ki, Həzrət dözdü, səbr elədi, mübarizə aparmadı, bu məsləhətə görə ki, din, İslam gərək qala. Həzrət səbri ilə İslam dinin qoruyub saxladı. Əgər Mövla savaşsaydı, İslam dini aradan gedərdi. Dinin neçə yaşı var idi ki? 13 il Peyğəmbər Məkkədə Peyğəmbərlik edibdi. İslam hakimiyyəti qurulmamışdı. Müşriklər o qədər təzyiq göstərirdilər. Nəhayətdə Peyğəmbər hicrət elədi Mədiniyə. 10 ildə Mədinədə 83-84 müharibə aparıb Peyğəmbər. Yəhudilər bir tərəfdən təhlükə idi, necə indi təhlükədirlər. Rum imperiyası bir tərəfdən, daxildə olan münafiqlər də bir tərəfdən. Hələ İslam dini insanların canında yer tapmamışdı. Cəmiyyətdə yer almamışdı İslam dini. Belə bir halda Həzrəti Mövla savaşsaydı nə olardı? Yəhudilər, dediyim kimi, böyük təhlükə, daxildə münafiqlər, Rum imperiyası məxsusən bilirdilər ki, müsəlmanların Peyğəmbəri dünyadan gedibdi. Söz çoxdur bu barədə. Amma bəzi məsələlərə gərək işarə eləyək, salavat zikr eləyək. Allahümmə salli alə Muhammed, ali Muhammed. Onlar ki, irad eləyirlər, nə üçün Əli qılınca əl atmadı, nə üçün bunları öldürmədi, nə üçün mübarizə aparmadı? Onlar gərək bu suala cavab versinlər. Nə üçün Allah Rəsulü 13 il Məkkədə qılınca əl atmayıbdı? Həzrət Əliyə ki, bu şübhəni edirsiniz, Peyğəmbər Həzrət Əlidən də şücaətlidir. Peyğəmbər Həzrət Əlidən də qeyrətlidir. Belədir, Peyğəmbər hamıdan kamildir. 13 il Məkkədə Peyğəmbərlik elədi, qılınca əl atmadı. Etirazlar etmədi. Məgər Allah Rəsulü Məkkədə olarkən
Zülümlər yox idi, var idi. İşgəncələr yox idi, var idi. Müsəlmanlar nəhayət dərəcədə işgəncələrə məruz qalırdılar. Məsələn, Bilal işgəncələrə məruz qalırdı. Əbu Cəhil kimilər müsəlmanları öldürürdülər, işgəncələr verirdilər. Amma Allah Rəsulü Əbu Cəhil kimilərin qarşısında səbirli oldu, dözdü, qılınca əl atmadı, mübarizə aparmadı. Allah Rəsulunun qoyduğu qanuna əsasən Mövla həmin metodla, həmin rəvişlə, həmin belə deyək, yolla getdi. Sizin Həzrət Əliyə elədiyiniz irad ki, istəyirsiniz Həzrət Zəhranın şəhadətini inkar eləyəsiniz, bu irad Həzrət Rəsulullaha da əgər istəsiz eləyə bilərsiniz. Bu cürdür də. Həzrət Mövla açıq-aşkar tutduğu yolla göstərdi ki, mən Peyğəmbərin getdiyi yolu gedirəm bu məsələdə. Nümunə budur ki, Allah Rəsulü Məkkədə olarkən görürdü ki, Həzrəti Əmmarın anası Süməyyə xanım, onu Əbu Cəhil döyür, işgəncə verir. Peyğəmbər də bunu görürdü. Əmmarın özün döyürdülər, işgəncə verirdilər. Atası Yasirə və başqa müsəlmanlara işgəncələr verirdilər. Mən istəyirəm Süməyyə haqqında danışım. Çünki həm xanımdır, həm də İslam tarixində birinci şəhidədir. İlk şəhidə xanımdır. Əmmar Yasirin anası. Allah Rəsulü görürdü ki, Əbu Cəhil bunları incidir. Müşriklər bunlara işgəncələr verirlər. Amma heç bir şey eləmirdi. Peyğəmbərin gözünün önündə baş verirdi bu işgəncələr. Tarix yazır. Peyğəmbər qılıncı əl atmırdı. Məgər az da olsa ətrafında bir-iki müsəlman var idi, bəli. Özü qılıncı əl ata bilərdi, bəli. Amma şəraitə uyğun əməl etdi Allah Rəsulü. İbn Həcər Əsqəlani Əl-İsabədə bir kitab yazıb. Əl-İsabə fi təmyiz-i səhabə 7-ci cild səhifə 712. İbn Həcər Əsqəlani indi eşidənlər bilir bu kimdir. Ki sələfilər, vəhabilər bunu yaxşı tanıyır kimdir. Bu kitabında Əl-İsabədə gətirir ki, Süməyyə Xubbad ya Xəbbad qızı, Əmmar Yasirin anası 7-ci adam idi ki, İslamı qəbul etmişdi. Diqqət eləyin, 7-ci adam, bu çox mühümmü da. Peyğəmbər deyir, mən Peyğəmbərəm. O əvvəldə İslamı qəbul eləyənlərin İslam tarixində mühüm əhəmiyyət kəsb edir bunlar. Bunların ələl-xüsus dəyəri var. Quran da burası sabiqun və sabiqun ulaikəl müqarrabun. 7-ci adamdır Əmmarın anası Süməyyə iman gətiribdi. O dövrdə Peyğəmbərin başına zibil tökürlər, təksib eləyirlər, məcnun adlandırırlar. Peyğəmbərin heç bir qüvvəsi yoxdur. 7-ci adamdır, iman gətirib, özləri kəniz quldular bunlar. Əbu Cəhilin tayfası bunlara işgəncə verir. Müğayrə ailəsi.
Süməyyəni işgəncələr altında Əbu Cəhil öldürdü. Günahı da bu idi ki, müsəlmançılığı qəbul edibdi. Nə qədər işgəncə verdi, dinindən qayıtmadı. Bir xanım, təzim olunası bir xanımdır. Belə xanımlar günümüzdə də var. Belə xanımlar zindanlarda da var. Hər dövrdə imanlı şəxslər, istər qadın, istər kişi olur. Əqidəsi uğrunda, hədəflər uğrunda, iman uğrunda mübarizə aparırlar. Allah Rəsulü keçirdi. Gördü ki, Əbu Cəhil bunlara işgəncə verir. Əmmarın atasını, anasını incidirlər, döyürlər, işgəncə verirlər. Mən xəcalət çəkirəm, tarixin yazdığı o sözü deyəm ki, Əbu Cəhil Süməyyənin harasına nizə vururdu. Amma tarix yazıbdır. O qədər vurdu ki, Süməyyə şəhid oldu. Şəhidə oldu. Amma Peyğəmbər görürdü. Peyğəmbər görüb onlara belə buyurdu: Ey Yasir ailəsi, səbirli olunuz ki, sizi behiş gözləyir. Allah sizə behiş vədəsi veribdir. Yəni o irad ki, eləyirlər ki, siz şiələr yalan deyirsiniz, Həzrət Zəhraya olunan zülümlər, bu qapı məsələsi, qapının yanması, Həzrət Zəhranın şəhadəti bu qondarmadır. Necə ola bilər Əli ibn Əbi Talib kimi şücaətli şəxsiyyətin xanımın kimsə döyə, söyə, incidə, zülüm eləyə, şəhidə ola? Bu yalandır. Şiələr bunu özündən qondarıbdır. Əli necə qılıncı əl atmıyor? Biz iki xülasə cavab verdik Həzrət Əli nə üçün qılıncı əl atmayıbdı? Ki, Peyğəmbər ona vəsiyyət eləmişdi, əmr eləmişdi, səbirli gərək olasan. Vəzifəsi səbir idi. İkincisi, din İslamı qorumaq üçün hələ o səbirin nəticəsidir. Və nümunə gətirdi ki, Həzrəti Əli Peyğəmbərin həqiqi ardıcılı və davamcısıdır. Məgər Peyğəmbər Məkkədə 13 il ərzində müsəlmanlara olunan işgəncələri görürdü, görmürdü. Süməyyəni gözünün qabağında, işgəncə altında öldürdülər, öldürmədilər. Və nə üçün Peyğəmbər mübarizə aparmadı, qılıncı əl atmadı? Cavab verir. Salavat zikr eləyəm. Allahümmə səlli alə Muhammed və ali Muhammed. İkinci məsələ. İkinci cavab budur ki, tarix boyu şiənin alimləri cavablandırıbdır bu məsələni. Müxtəlif cavablar veriblər. Onlardan biri budur ki, kim deyir ki, Həzrəti Əli heç bir iş görmədi? Nə üçün yalan danışırsın? Həzrət Əli oturdu, əlin qoydu əlinin üstünə, müşahidə elədi ki, xanımı döysünlər. Bu cür təqdim edib. Şiə haçan belə söz deyibdi. Hətta mən neçə xütbələr ki, qabaqda işarə elədik ki, həm şiə mənbələrində gəlib, həm də Əhlüsünnət qardaşların mənbələrində gəlibdi ki, Həzrət Əli nə etdi? İndi nə edibdi? Mən onu oxuyuram. Həzrət Əli bu zülümü gördükdə qalxdı ayağa. Həmin o zalimin, o zülm edənin yaxasından yapışıb, vurdu yerə. Və tarix yazır ki, Həzrət Əli onun üzünə, burnuna və boğazına zərbələr vururdu. Az qala öldürə. Burada Peyğəmbərin vəsiyyətin xatırladı və əl saxladı. Ki, vəzifəm nədir mənim?
Yəni belə təqdim edirlər ki, güya Həzrəti Mövla heç bir iş görməyibdi. Həzrəti Mövla bu səbri ilə onlara bunu çatdırdı ki, əgər Peyğəmbər mənə əmr etməsəydi ki, səbr elə, Allahın əmri idi bu, heç kəs hətta Həzrət Zəhranın evinə hücum etmək nədir? Heç bu fikrə düşə bilməzdi. Bu barədə fikirləşə bilməzdi, düşünə bilməzdi. Mənə elə gəlir ki, qarşı tərəfdə bunu bilirdi. Bilirdilər ki, vəziyyət nə yerdədir. Əliyə Peyğəmbər nələr tapşırıbdı. Yəni, Həzrəti Mövla həmişə Həzrəti Peyğəmbərə təslim olurdu. Təslim olmaq nə cürdür? Yəni, bizdə deyərlər 100%. Təslimi məhz. Yəni, qəti şəkildə təslim. Sual olmadan Peyğəmbər nə buyurursa Allahın əmridir. Başqaları bu cür deyirək. Bütün həyatında Həzrəti Mövla bunu göstərdi ki, nə cür itaət edir. Həzrəti Mövla həyat tərzində göstərdi ki, öz şəxsi istəklərinə, təəssübünə, qəzəbinə əsasən qılınc vurmur. Bunu Xəndək müharibəsində də göstərdi, danışıblar xətiblər, biz də ara sıra işarə etmişik. Xəndək döyüşündə Əmr ibn Əbdivəd yıxdı yerə. Əmr ibn Əbdivəd təhqir elədi Həzrəti Mövlanı. Müsəlmanlar görür, qılınc səsi gəlmir, toz-tozanaqdır. Amma Əli ki, zərbə vurardı, qarşı tərəfi cəhənnəmə vasil eləyərdi, onda təkbir deyərdi, Allahu Ekber deyərdi. Hərəkət dayanıbdı, təkbir səsi də gəlmir, müsəlman və görsənmir. Kim kimi öldürür, kim kimi yıxıb, çox narahat idilər. Bir neçə saniyədən, dəqiqədən sonra belə deyə, bir neçə müddət keçdi, neçə dəqiqə, neçə andan sonra Həzrət təkbir səsini dedi, müsəlmanlar da təkbir dedilər. Sual eləyəndə ki, nə üçün gecikdin onu öldürməkdə? Deyir, bu məni təhqir elədi. Mən qəzəbləndim. Gördüm ki, əgər indi bunu öldürsəm, öz qəzəbimə xatir öldürəcəm, tam xalis olmayacaq. Meydanda qədəm vurdum, zikr elədim. Qəsd-i qürbət, ixlasla bunu cəhənnəmə vasil elədim, başını kəsdim. Yəni, Həzrət həyat tərzində göstərmişdi ki, mən Əli ibn Əbi Talibəm. Qəzəbimdən adi insanlar kimi təəssübümə görə hisslərə qapılıb qılınc vurmamışam mən. Allahdan və Peyğəmbərdən həmişə itaət eləyibdi. Seyyid Rəzi Rəhmətullah Xəsaisul Əyimmə kitabında gətiribdi ki, Peyğəmbər nə cür vəsiyyət elədi. Onun bir hissəsi çox gözəldir ki, Allah Rəsulü Həzrəti Mövlaya son anlarında buyurur ki, qardaşım, baxın, qardaşım, bu cəmaət məni buraxarlar. Dünyalarının ardıyca düşərlər. Bu cürdə oldu. Heç xəcalət çəkmədilər. Peyğəmbərin cənazəsi hələ dəfn olunmamışdı. Bunlar səqifədə oyunlar çıxartdılar. Peyğəmbər hələ dəfn olunmamış xəyanət etdilər. Tarix bunu yazır. O Əli idi ki, Peyğəmbərə qüsl edirdi. Peyğəmbəri dəfn edirdilər. Bəli, sonra Həzrət Rasulullah buyurur ki, amma bu işlər sənə mane olmasın, onların elədikləri. Sən mənim ümmətim arasında Kəbə kimisən. Allah Kəbəni nə cür qərar veribdi? Cəmaət uzaq yollardan Kəbə tərəfə istiqamət götürürlər. Hədis uzundur.
Növbəti məsələ budur ki, Həzrəti Əlinin qiyam eləməyə, bəzilər deyir, niyə qiyam eləmədi? Yəni qılıncı əl atmadı, məqsədi budur ki, Həzrət tək götürsün qılıncı. Həzrət Əlinin ordusu yox idi, Həzrət Əlinin qüvvəsi yox idi qiyam eləmək üçün. Həzrət Mövla dəfələrlə özü buna işarə eləyir. Nəhcül Bəlağanın 3-cü xütbəsi, Şiqşiqiyyə xütbəsində Həzrət buyurur, Səbərtu və fil əyni qəza və fil həlqi şəca. Mənim qüvvəm yox idi. Mənim gücü ki, insan ətrafında olur, onun əsasında qiyam eləsin, yoxum idi. Buna xatir, mən səbr elədim. Bir halda ki, gözümdə çöp, boğazımda sümük var. Yəni, çox çətin bir halda mən səbr elədim. Və Həzrət Nəhcül Bəlağanın 217-ci xütbəsində də buna işarə eləyir. Deyir, düşündüm, gördüm, yavərim, köməyim yoxdur. Müdafiəçim yoxdur, həmkarım yoxdur. Fəqət öz əhl-i beytim, qohum əqrabamdır, onların da canın təhlükəyə atmadım. Bunlar elə qələmə verirlər ki, güya Həzrəti Mövla heç bir şey eləməyib, heç bir söz danışmayıb. Siz xəcalət çəkmirsiniz ki, tarixi kitablar var, Nəhcül Bəlağa var, Həzrətin sözləri var, xütbələri var, Həzrət məxsusən hakimiyyət dövründə o başına gələn hadisələri nə cür səbr etməsin, birinci neynədi, ikinci neynədi, üçüncü neynədi, bunları vəsf eləyibdi cəmaata. Bəli. Və xütbəni uzatmayım, növbəti əsas məsələyə işarə edib xütbəni bitirirəm. O bundan ibarətdir ki, qoy bunu da ərz eləyim, qeyd eləmişəm, heyfdir. Deyir, elə ki, Həzrəti Mövla o adamı yıxdı yerə, 2 məsələyə görə dayandı. Yenə təkrar bunu deyirəm. Həzrət ona vəsiyyət eləmişdi ki, səbr eləyəsən, bunu nə üçün təkrar deyirəm? Yəni, bu mühüm məsələdir. Həzrətin vəzifəsi səbr idi. Həzrət səbrə əmr olunmuşdu. Və ikinci məsələ bu idi ki, əgər qılınca əl atsaydı, İslam dini aradan gedərdi. Fərzən Həzrətin müəyyən adamları var idi, dostları, həqiqi şiyələr var idi, Bəni Haşim var idi. Amma bunlar çox az idi. Fərzən Həzrət qiyam eləydi, qılınca əl ataydı. 2 tirəlik yaranacaqdı. Müsəlmanlar bir-birlərinin qanın tökəcəkdi. Və bu təzə təsis olunmuş, yaranmış belə deyə İslam dini üçün ən böyük təhlükə idi. Düşmən də bunu istəyirdi. Qeyri-müsəlmanlar da bunu istəyirdi. Bir səlavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Həzrət səbr eləməyi ilə ayrılığın, o ki, həmişə deyirlər ki, bizə ittiham eləyirlər. Ola bilsin, burada da bəzi damlar var ki, bu nə mövzudur siz danışırsınız. İnternetdə də açırlar, yazırlar ki, Şiə-Sünni söhbətini yığışdırırız. Bir məsələni həmişə başa düşmək lazımdır ki, Şiə-Sünni söhbətini əsas kim eləyir? Diqqət edirsiniz, tarixən Şiə müdafiə mövqeyindən çıxış eləyir. Nə olar bunu başa düşün də. Hələ Şiələrin içində var. Bəzən mən onların Şiə olmasında, Əlini sevməsində şək eləyirəm. Sən bir dəfə qayıt denəndə bu vəhabilər Şiəyə niyə müşrik deyir? Niyə bizim qanımızı, malımızı, namusumuzu halal bilir? Ay namusdur. Əgər namuslusansa bu vəhabi ki, sələfi ki sənin namusuvu, malıvı, canıvı, özvü halal bilir. Səndə bir qeyriyyət yoxdur ona qarşı çıxış eləyəsən. Ancaq bizə 1400 il bundan qabaq olubdu, güya bu dünyanı dağılıb inkişaf eləyib özü. Balam, sənin əqidini müdafiə eləyirik də, dini müdafiə eləyirik də. Peyğəmbər qızını müdafiə eləmək haçandan eyb olubdu. Eyb sən üçün olsun ki, Peyğəmbər qızına zülm olubdu, gözü yumursan. Müsəlmançılığında şəkk elə, Şiə olmağında şəkk elə. Şiə bizə qarşı olunan, bundan nə danışıram mən neçə gündür? Bizə qarşı böhtanlara, töhmətlərə bir vəzifədir də mən Şiə ruhanisi kimi bunu açıqlayam.
Hələ oturaq bizi müşrik bilsinlər, kafir bilsinlər, yalancı desinlər, tarixi təhrif eləsinlər. Namazımızı, dəst namazımızı, ziyarətimizi, təvəssülümüzü, şəfaətimizi və s. ilaxır hamısını sual altına aparsınlar. Sən də şiə sünni söhbət eləməyin. Tarixə nəzər sal. Görən Həzrət Əlini 40 il minbərlərdə kim lənət deyibdi? Şiələrə zülüm kim eləyibdi? Vəhabilər sənin Kərbəla ziyarəti, imamın qəbrin neçə dəfə dağıdıblar? İndinin özünə qədər şiəyə nə qədər dil uzadırlar? Heç olmazsa bizim özümüzü müdafiə eləmək haqqımız var ya yox? Bu ki var. Hara gedir millət bu cür? Bu danışılmasa, deyilməsə, sosial şəbəkələrdə olmasa, yavaş-yavaş əsrlərlə, illərlə elə başa düşüləcək ki, bəli, Həzrət Zəhra öz təbii əcəli ilə dünyadan gedibdi. Yavaş-yavaş, belə deyək, nəsil dəyişilcədə hamısı əqidə, din, məzhəb aradan gedəcək. Bu cür olur da. Görürsən ki, əgər bu gedişatla getsə, görərsən ki, Sələfilik, Vəhabilik yayılıb gedibdi. Yavaş-yavaş məhdudiyyət, onu danışma, bunu danışma, onu eləmə, bu cür eləmə. Bəli, biz həmişə deyirik, əhl-i sünnət bizim qardaşımızdır. Və bunu əməldə göstərmişik. O gün də xütbədə ərz elədim. Vəhdəti şiə qoruyub, saxlayıb, əməldə göstərib, şuar verməyib bəzi yalancılar kimi. Bunu biz Fələstin, Qəzzə xalqında şiələr dünya səviyyəsində, Qəzzədə, Fələstində əməli şəkildə nə cür sünni qardaşları müdafiə etmək lazımdır, nə cür vəhdət etmək lazımdır, bunu göstəriblər. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Yaxşı, Fələstin xalqı hansı məzhəbdədirlər? Sünni qardaşlarımız. Sözə bax, sünni qardaşlarımız. Heç görmüsən onlar desinlər şiə qardaşlarımız, çox az olar. Biz həmişə deyirik sünni qardaşlar. Vəhabi qardaşlar demirik, Sələfi, sünni, əhl-i sünnət bizim qardaşlarımız. Artıqlar Sistani deyir, bizim canımızdılar. Amma bu məsələlər gəlir araşdırırlar. Çün çox təəssüflər olsun, bizim Azərbaycan xalq əhl-i sünnət idilər. Bunlar, mən tələbə idim, adını çəkməyən bir şəhərdə. Onlar gəlirdilər, İmam Hüseyin məclisində iştirak edirdilər. Sinə vururdular əhl-i sünnət, Azərbaycanda yaşayan əhl-i sünnət. İmam ehsanında iştirak edirdilər, evlərində ehsan verirdilər əhl-i sünnət. Elə ki, bu son 20 ildə vəhabilər gəldi, əhl-i sünnəti sələfiləşdirdilər, vəhabiləşdirdilər. Biz əhl-i sünnətlə şiəniz, tarixən problemi olmayıb ki. Hasan əhl-i sünnət deyirdi, şiələr, siz kafirsiniz, müşriksiniz. Heç vaxt. Mehriban şəkildə bir cəmiyyətdə yaşayırdıq biz və indi də yaşayırıq. Amma istəyirəm bunu deyəm ki, siyasi cəhətdən, dünya səviyyəsində heç olmasa gözünüzü açız, baxız ki, nə üçün yalan danışırsınız? Sizin Fələstin əhli, Qəzzə əhli ki, əhli sünnətdilər, gözünüzün qabağında soyqurum olundu, ac qaldılar, susuz qaldılar. Onlardan dünya səviyyəsində əsasən şiələr müdafiə elədi. Livan Hizbullah şiələri, Yəmən şiələr, İran şiələr, İraq şiələr. Açıq-aşıq bunu sünni alimlər, imam cümələr cümə namazının xütbələrində dedilər. Və Fələstin qardaşlarımız da həmişə bunu deyirlər. Mən bunu nə üçün parantezlərz edirəm? İnternet, sosial şəbəkələrdə ya məsələn belə canlı olan bu mövzu nədir? Açıblar, şiə sünni söhbəti olunur. Bu bizim neçə əsr bundan qabaq olan söhbəti indi niyə açmısan? Yox, bunlar açılmalıdır. Təhqir var, yox. Lənət var, yox. Sən elmi bir müzakirə aparırsan. Sonuncu məsələ budur ki, fərzən, diqqət edin məsələyə. Bir misalla gətirirəm. Misalda münaqişə olmaz, məntiqdə bir məsələ var. Qardaşlar, əzizlər, Xocalı faciədir biz üçün, bəli. Heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək Xocalı faciəsi. Elədir, yoxsa yox? Ürəkləri ağrıdıbdır. Xocalı faciəsi baş verəndə
Azərbaycan ordusu, Azərbaycanın qeyrətli oğulları çoxdur, olub və olacaq. Düzdür, düşmən istəyir Azərbaycanda qeyrətli oğlanları belə deyək, azaltsın, məhv eləsin, mümkün deyil. Azərbaycan xalqı İmam Hüseyn xalqıdır, müsəlman xalqıdır, şiədirlər əksəriyyəti və şiəsi, sünnisi hamısı qeyrətlidir. Bunu tarixən sübut ediblər. Xocalı faciəsi baş verəndə orada müdafiə var idi? Yox. Hələ onların acizliyini çatdıran, əsas amil bu idi ki, onlar dinc, müdafiəsiz xalqı soyqırım etdilər, şişəncələrlə öldürdülər. Uşaqları, gənc qızlar və hamilə qadınlar və s. Hamı bilir. İndi əgər İllər keçir üstündən, 50 il, 100 il bundan sonra biri qalxıb deyək ki, ola bilməz, Xocalı yalan söhbətdir. Azərbaycanlılar bunu, diqqət ediyor məsələyə, Azərbaycanlılar bunu qondarıblar. Nə qədər az qalırlar deyərlər ki, Qarabağ ümumiyyətlə yoxdur, bizim olub əvvəldir. Elədir? Bu cürdə tarix. Deyərlər ki, mənə bax, bu Azərbaycanlılar yalan danışırlar. Xocalı faciəsi ümumiyyətlə olmayıbdır. Necə ola bilər? Azərbaycan o cür ordusu var, o cür qeyrətli oğlanları ola. Ermənilər gəlsinlər, Xocalda bu faciəni törətsinlər. Belə bir şey olmayıb, yalandır. Əgər olsaydı, Azərbaycan xalqı, oğlanlar, qeyrətli insanlar, ordusu, əskərləri onlarla döyüşərdilər. Necə ola bilər laqeyd olsunlar? Sən Allah, bu düz sözdür. Tarixdə bu Xocalı faciəsi baş veribdi və bu xalq müəyyən səbəblərdən ki, ürək ağrıdan, müəyyən səbəblərə görə o dövrdə xəyanət və s. mən istəmirəm onlardan danışam. Müəyyən səbəblərdən o xalq orada müdafiəsiz vəziyyətdə zülmə məruz qalıb, işgəncələr altında şəhid olublar, soyqırım olublar. Bu faktdır, düzdür? Kitablar, hətta düşmən özü bunu etiraf edir, bəli. İndi illər sonra bu bəhanə ilə ki, yenə təkrar edirəm, ola bilməz Azərbaycanlılar yalan danışır, Azərbaycan qeyrətli oğlanları ola, ordusu ola, Xocalı faciəsi ola bilməz. Necə ola bilər? Və başqa xalqlar da, dünya da desin ki, bəli, düzdür. Bunlar yalan danışır, Azərbaycan o qədər qeyrətli oğlanları, əskəri, ordusu ola. Bu məntiqə uyğun gəlmir. Bu yalandır ümumiyyətlə. Azərbaycanlılar bunu qondarıbdır. Misal gətirirəm də bunu, dərd kimi, düzdür. Müdafiənin olmaması, mübarizənin olmaması hardan sübut olunur, hardan nəticə almaq olur ki, faciə olmayıbdır. O qədər tarixdə faciələr baş veribdi, Xocalı kimi faciələr. Məsələn, misal gətirdim də. Müdafiə olmayıb, mübarizə olmayıb, hadisə baş verib. Hər yerdə ki, mübarizə, müdafiə olmayıbdı, o demək deyil ki, bu faciə yalandır. Nə danışırsınız siz? Hansı məntiqdə belə bir şey var? Həzrət Əli qılınca əl atmayıbdı, Həzrət Əli qiyam eləməyibdi, Həzrət Əli döyüşməyibdi. O demək deyil ki, Həzrət Zəhranın evinə hücum olmayıbdı. Həzrət Zəhranın evinə hücum olmayıbdı, işgəncə, zülm olmayıbdı, təzyiq olmayıb və şəhadəti yalandı. Mən mövzunu bitirdim. Həzrət Zəhranın mütəhhər ruhuna salavat. Allahümmə salli ala